İranın Xarici İşlər Naziri Abbas Arakçi, Ukrayna prezidenti Volodymyr Zelenskinin İranda etirazların yatırılması ilə bağlı açıqlamasına sərt reaksiya verib. Misyaz xəbər verir ki, Arakçi bu barədə özünün X sosial media hesabında paylaşım edib. Siyasətçi Zelenskini ABŞ və Avropa vergi ödəyicilərinin vəsaitlərini korrupsioner generalların ciblərini doldurmaq üçün xərcləməkdə ittiham edib. Arakçi, Ukrayna prezidentinin eyni zamanda BMT nizamnaməsini pozaraq İrana qarşı ABŞ-ni hərbi müdaxiləyə çağırdığını iddia edib. Cənab Zelenski, dünya çaşqın klonlardan bezib, xaricdən asılı və muzlu ordunuzdan fərqli olaraq biz İranlılar özümüzü necə müdafiə edəcəyimizi çox yaxşı bilirik və xaricilərdən kömək istəməyə ehtiyacımız yoxdur, deyə siyasətçi vurğulayıb. Daşqın Həsənov, İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.